su soyutmalı chillerlər. Deməli 4 dənə bina üçün işləyir bu chillerlər, 6 ədəddir. Baxaq görək nə qədər soyutma üçün. 17.228 kilovat. 6 ədəd su soyutmalı chiller vasitəsilə. Və biz hal-hazırda -2-dəyik qarajda. Səs yalnız nasosun səsidir, başqa heç nə yoxdur. İndi mən buradan davam edəcəm. Qoşulmasını görürsünüz, baxın. Cooling water outlet, cooling water inlet. Yəni gediş və dönüş xətti üzərində. Görün necə möhtəşəm işləyiblər. Və nasos dönüş xəttinin nasosu. Yəni sistemə baxanda qarışıq görsənir, çox qarışıq görsənir, amma çox səliqəli işləyiblər. Yəni mən çalışacağam bir dənəsini nümunə üzərindən danışım sizə. Gəlin bax bu chiller haqqında. Elə eyni prinsipdir. Chillerdir, su soyutmalı. Və 2 boru. Hansı ki sizə göstərim. Bu siyirtmə kələbək, bunlar siyirtmələr, termometrlər, regulyatorlar, nasos. Nasosun özü də Midea'nındır. Midea şirkətinə məxsusdur. Baxaq görək hal-hazırda burada 0.9 Pascal, yəni 1 atmosferə yaxın təzyiq var. Səhv eləmirəmsə suyun temperaturu 21 dərəcə. -20 dərəcə. Yəni gedişdə 20, dönüşdə 20 dərəcə. Bu bir möhtəşəmdir. Baxın, boruların altında kompensatorlar qoyublar ki, amortizasiya olanda, sirkələnmə olanda nasazlıq baş verməsin. Yalnız işləyən nasoslardır, yəni. Onların səsi var. Təbii ki, onlar da harada olursunuz olun, nasoslar həmişə səs olur. 6 ədəd 17.228 kilovatı əldə etmək üçün 6 ədəd burada su soyutmalı chiller qoyublar və baxın, su tənləridir, hansı ki chillerlərə xidmət edir. Təbii ki, bunların towerları da var, hansı ki su güllələri. Yəqin ki, onlar da ya sıfırdadır, ya da binanın damında. İndi onu dəqiqləşdirəcəm.